Salam, mən psixoloq Nərmin Ağayeva. Bu gün valideynləri ən çox narahat edən bir mövzu barədə sizə məlumat verəcəm. Nərmin xanım, boşanma, itki və zorakılıq zamanı uşaqlar necə reaksiya verə bilər? Aha, çox gözəl sualdır. Təşəkkür edirəm suala görə. Boşanma, itki və zorakılıq hər üç faktorda travmatik bir vəziyyətdir. Travmatik vəziyyət zamanı uşaqların verdiyi reaksiyalar ən çox hansılar olur? Əsasən yuxusuzluq, aqressiya, daha çox ağlamaq yönümlü olur. Bəzən onlar yaşlarından daha kiçik davranışlar edirlər. Məsələn, barmaq əmmə və yaxud da məktəbə getmək istəməmə və yaxud da yatmaq istəməmə kimi durumlar olur. Bəzən ümumi yuxusuzluq vəziyyəti olur. Bəzən isə qorxulu yuxular görürlər, yuxudan oyanırlar, ağlayırlar, qışqırırlar və s. Analarına və atalarına qarşı müəyyən davranışlarda mənfi yönümlü faktorlar daha çox nəzərə çarpır. Bu tip hallar travmatik durumlar zamanı uşaqlarda özünü göstərir. Bəs bu hallarda valideynlər nə etməlidirlər? Bu da çox gözəl bir sualdır. Valideynlərin öncədən maarifləndirilməsi olsa daha yaxşı olar. Nə üçündür bu? Çünki travmatik durum zamanı uşaqlarda sağlam olmayan, yəni irrasional düşüncələr formalaşır və bu sağlam olmayan duyğuların yaranmasına səbəb olur. Valideynlərin doğru yanaşması nəticəsində rasional, yəni sağlam düşüncələr formalaşır və sağlam duyğular özünü göstərir. İndi isə qısa-qısa hər üç faktor zamanı valideynlər necə davranmalıdır barədə sizə məlumat verəcəm. İlkin itki barədə məlumat vermək istəyirəm. İtki zamanı ilk öncə yalan danışmaq olmaz. Məsələn, baba səyahətə getdi, yaxud da uzun müddət baba olmayacaq. Yox, bu formada yox da artıq baba bizim yanımızda olmayacaq, amma onun xatirələri hər zaman bizlə yaşayacaq düşüncəsini uşaqda formalaşdırmalıyıq biz. Hətta baba ilə bağlı kiçik xatirə dəftəri belə hazırlaya bilərsiniz ki, uşaq tez-tez babasını xatırlasın. Digər travmatik durumumuz isə zorakılıqdır. Zorakılıq zamanı uşaqlarda sağlam olan düşüncə bu formalaşmalıdır ki, sən təhlükəsiz mühitdəsən. Yəni valideyn uşağa təhlükəsizlik zonası yaratmalıdır və bu düşüncəni formalaşdırmalıdır ki, uşağın duyğuları da bu formada sağlam həyata keçirilsin. Digər bir travmatik durumumuz isə boşanma faktorudur. Boşanma faktoru zamanı isə bəzən valideynlər yanlışlar edirlər. Ata pisdir və yaxud da ana pisdir düşüncəsini formalaşdırmağa çalışırlar. Xeyr, ana və ata ayrılır, amma bizim sənə qarşı olan sevgimiz əsla bölünmür. Sağlam düşüncəsini uşaqda formalaşdırıb sağlam duyğuları əldə edə bilərik.